Evdə bir qədər kəsmiyiniz varsa, durun elə indicə hazırlayın. Çünki çox yumuşaq və çox dadlı alınır. Hazırlaması da çox asandır. Mən çəki olan kəsmikdən istifadə etdim. Sizlər paçka kəsmiklərdən də istifadə edə bilərsiniz. Kəsmiyin üzərinə şəkər tozu, bir çimdik duz, vanil və ev temperaturunda tam yumuşalmış kər yağı əlavə edib əvvəlcə çəngəllə biraz qarışdırdıqdan sonra püre əzənlə bunları yaxşı-yaxşı əzirəm. Daha sonra isə hissə-hissə un və üzərinə 1 çay qaşığı dolu qabartma tozu əlavə edərək ələ yapışmayan yumşaq bir xəmir yoğururam. Unu əlavə edərkən mütləq hissə-hissə əlavə edin ki, unların növləri fərqli olur. Çox un əlavə etməyin ki, bəlkə xəmir alınmasın. Xəmiri masanın üzərində də bir qədər yoğurduqdan sonra eyni bərabərdə olmaqla 2 hissəyə ayırırıq və ovucumuzun içərisində qəşəng bunu biraz kündəliyirik və gözlətməyə ehtiyac yoxdur. Birbaşa biraz masanın üzərinə un səpərək yaymağa başlayırıq. Xəmiri yayarkən görəcəksiniz ki, kənarları biraz baxın belə parçalanmış kimi olur. Ona görə üzərinə ya qapaq və ya boş qab ya da mənim kimi bu cür belə biskvit kəsəniniz varsa bununla belə orta hissəsinə qoyaraq belə qəşəng kənarlarını bəzəkli fiqurlu bıçaqla kəsirik ki, qəşəng alınsın xəmir, kənarları gözəl olsun və qalan kənardan çıxan xəmirləri də yenə də toparlayırıq. Sonda onu da təbii ki bu üsulla yayıb hazırlayacağım və gördüyünüz şəkildə kəsirik, üzərinə də biraz şəkər tozu səpirik və videoda gördüyünüz şəkildə bükürük. Hətta istəsəniz şəkər tozunu darçınla qarışdırıb üzərinə səpə bilərsiniz. Xəmiri gördüyünüz şəkildə bu üsulla bükürük. Bəzəkli bıçaqla kəsdiyimiz üçün görünüşü də bişərkən çox gözəl alınır və səliqəli olur. Beləcə 1 list dolu raqaliklərimiz alınır. Sobanı da öncədən yandırırıq. Öncədən isidilmiş sobamızda 180 dərəcədə mən konveksiya rejimində 25 dəqiqə müddətində bişirdim. Yəni sobalar müxtəlifdir. Sizlər konveksiyasız adi sobalarda 190-200 dərəcə arasında bişirə bilərsiniz. Tam 25 dəqiqə müddətində bişirib hazır olurlar. Sobaya verməmişdən öncə bir yumurtanın sarısını üzərlərinə çəkirik. Biraz da şəkər tozu səpib sobada 25 dəqiqə müddətində bişirib götürürük. Soyuduqdan sonra artıq süfrəyə verib nuş edə bilərsiniz. İnanın ki, yumuşaq, çox dadlı, ətirli, möhtəşəm raqaliklər alınır. Hazırlayanlara nuş olsun. Videonu bəyənib yaddaşa verməyi unutmayın. Göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidi ilə salamat qalın.